الحمد لله الذي جعل لقلوب المؤمنين مواسم تجدد الإيمان إذا بلي، ونفحات تحيي الأرواح إذا غفلت، ومحطات تقيم العبد على باب ربه إذا تاهت به الدنيا. أحمده سبحانه حمدا يليق بجلاله، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، شهادة من علم أن الأيام صفحات تطوى، وأن الأعمال صحائف ترفع، وأن الخواتم تكتب. وأشهد أن محمدًا عبده ورسوله، إمام اليقظة في زمن الغفلة، صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد، فأوصيكم بتقوى الله، فهي الزاد عند تبادل الأحوال، وهي النور عند اشتداد الظلمات. Ama ba'd, əziz dəyərli müsəlmanlar, hörmətli qardaşlar, ilk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Və təqva əhval dəyişəndə ən xeyirli azıqədir. Və zülmətin şiddətində nurdur sahibi üçün. Və sonra bil ki, Rəbbinin mümin və itaətkar bəndələri üçün ən əzəmətli nemətlərindən biri, hansı ki, lütfdür onun bəndələrə verdiyi o nemətlərdən biri də Allahın razılığını qazana biləsən deyə səbəblər qoyub. O səbəblər ki, onu ilə bəndə xeyrə çatır, salih əməllər edə bilir. Bu rəhmət, bu lütf hansı ki, bəndələr üçün neymətdir, əvəz olunmaz. Çünki bu lütfü ilə itayət mövsümləri qoyub olarsın. İtayət mövsümləri qərar verib. Hansı ki, o mövsümlər iman dayanacağıdır. Bizi qəflətdən oyatsın deyə, qəlblərimizi diriltsin deyə, xeyir, bərəkət qapıları üzümüzə açıq olsun deyə, qul bu mövsüm səbəbi ilə Allaha yaxınlaşsın, dərəcəsini yüksətsin. İmam Təbərani rəvayət edir Muhammed ibn Məsləmədən, Əl-Ənsaridən, radiyallahu anhudan. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, İnnə li Rabbikum əzzə və cəl fi əyyəmi dəhrikum nəfəhət. Həqiqətən sizin Rəbbinizin sizin ömür günlərinizdə və ya sizin zamanınızın günlərində rəhmət olaraq əstirdiyi meh var. Fətəərradu ləhə, o mehə yönəlin. Ona doğru addımlayın. Ləallə əhədukum ən tusibəhə minhə nəfhə, la yəşqa ba'dəhə əbədə. Ola bilsin ki, sizdən biriniz o mərhəmət mehindən, o əsən mehdən nəsə pay götürsün özünə, ondan sonra heç vaxt bədbəxt olmasın. Ona görə xoşbəxtdir o kəs ki, yönəlib o rəhmət mehinə, hansı ki, Allah Teala əstirir mərhəmət olaraq. Və bədbəxt o kəsdir ki, bu mövsümlər, o fürsət hansı ki, Allah Teala əta edir, keçir, gedir onun yanından, lakin laqeyddir. Və bu mövsümlər hansı ki, əksər insanlar qafildir ondan. O mövsümlərdən biri də, hansı ki, möminlər gözləyir onu.
əhəmiyyət verir ona. Şaban ayıdır, hansı ki gəlməkdədir. Şaban ayı, qarilərin ayı, o ay ki, onda əməllər aləmlərin Rəbbinə yüksəlir. O ay ki, hazırlıqdır Ramazana. Ona görə Şaban ayı daxil olacaqsa, o əzəmətli mövsim bizim üçün fürsət olmalıdır. Fürsət olmalıdır baxmağımız üçün Peyğəmbərimizin bu aydakı əhvalına, halına ki, düşünək, ibrət alaq. Çünki bu ay onun üçün adi aylar kimi olmuyor. Bu aya diqqət etdiyi kimi digər aylara belə diqqət etməyib. Bu aya verdiyi əhəmiyyət başqa aylardan seçilib. İmam Əhməd, eləcə də İmam Nəsai, Usama ibn Zeyddən radiyallahu anhudan nəql edir. Deyir ki, dedim ki, ey Allah'ın elçisi, Şaban ayında tuttuğun orucu başqa aylarda tuttuğunu görmədim. Şaban ayının orucunu elə tutursan ki, başqa aylarda belə oruç tutmursan. Dedi ki, sallallahu aleyhi ve sellem, Şaban, Rəcəblə Ramazanın arasında insanların qafil qaldığı aydır. O ay əməllər aləmlərin Rəbbinə yüksələr və sevirəm, istəyirəm ki, əməlim yüksələndə orucda olum. Baxmayaraq, oruc gizlin ibadətdir, gizlin əməldir. Və ola bilsin ki, çox insan bilməsin oruclu olduğunu. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem ona şiddətlə diqqət etməsi, əhəmiyyət verməsi, nəzərləri ona çəkib. Ne üçün Şaban ayına belə önəm verib? Belə diqqət verib, əhəmiyyət verib? Ən birincisi, özünün dediği kimi Şaban ayı əksər insanların qafil olduğu aydır. Bu ayda qəflətdə olurlar. Çünki insanlar Rəcəb ayını əzəmətləşdirirdilər. Çünki haram ayı idi. Və Ramazan ayını da əzəmətləşdirirdilər onda olan fəzilətə görə, lakin Şabanı unudurdular. Və əksər insanlar üçün Şaban ayı dünyavi aylardan bir ay idi. Öz işlərini yerinə yetirmək üçün, məşğuliyyətlərini sona çatdırmaq üçün. Lakin müminin halı başqa insanların halı kimi deyil. Mümin insanlar qafil olduqda xatırlayandır, zikr edəndir. Onlar yatdıqda qalxıb ibadət edəndir. İnsanlar yedikdə o oruç tutandır. Ona görə də mümin ayıqdır bu ayda, qəflətdə deyil və hikmətin incəliyindən insanların qəflətdə olduğu bir ərəfədə əməllər hansı ki edilməlidir, o əməllərin əcri, mükafatı da böyük olur. Çünki yol tənhalıq yoludur və bu yolda kömək edənlər də azdır. Ona görə şəriət baxsan görərsən ki, əzəmətləşdirib fitnələr vaxtı, insanların qafil olduğu vaxt Allaha ibadət etməyi əzəmətləşdirib, əcrini əzəmətli göstərib. Hətta insanlar fəsad edəndə islah edəni qəribə bənzədib. Bu bəs edir bu aydan faydalanasan. İkincisi də bu ay dayanacaqdır. Bu ay elə bir vaxtdır ki, bu ayda illik əməllər Allaha yüksəlir. İleyhi yəs'adul kəlimut tayyib vəl-əməlus salih yarfa'u. Gözəl söz ona doğru yüksəlir. Salih əməl isə onu qaldırır. Və əməllərin Allaha yüksəlməsi bilinir. Əməllər yüksəlir Rəbbinə hər gün.
Gecənin əməli gündüzdən əvvəl, gündüzün əməli gecədən əvvəl. Hər həftə yüksəlir. Hər həftənin 1-ci, 4-cü günü əməllər qaldırılır Allah Taalaya. Eləcə də illik, hansı ki bu ayda necə Peyğəmbər sallallahu aleyhi və səlləm vurğulayıb. Ona görə ağıl sahibi öz halı üçün düşünər, istəyər ki səhifəsi, əməl dəftəri yüksəldikdə gözəl bir şəkildə olsun. Görə əgər bütöv bir ay əməllər yüksəlirsə Allah Taalaya, insan necə həris olmalıdır? Ona görə deyir sallallahu aleyhi və səlləm: "Fəuhibbu ən yurfa əməli və ənə saim." İstədim ki, əməlim yüksələndə, qaldırılanda Allah Taalaya oruclu olum. Niyə orucu xüsusiləşdirib? Niyə məhz orucu qəsd edib? Çünki oruc gizli ibadətdir. Bəndə ilə Rəbbi arasındadır. Və dedik ki, az insan bilə bilər ki, sən oruclusan. Və elə ibadətdir ki, onda riyakarlıq edə də bilmirsən. Və elə ibadətdir ki, digər əzaları hərəkətə gətirir. Nəfsi cilovluyur. Və çoxlu xeyr əldə edirsən. Xeyr qaplarını cəm edir sənin üçün. Bəs edir ki, səhur yeməyi, bərəkət var onda. Səhərlər istiğfar edə bilirsən. Fürsət yaranır tez durduğunda. Dilini qoruya bilirsən. Gözünü qoruya bilirsən. Damiyyətli, zikr edə bilirsən Allah Taalanı. Ona görə qulun halı oruclu ikən daha kamil bir haldır. Çünki kamil bir əməl edir. Və həmçinin Şaban ayı əzəmətli bir qapıdır. Bağışlanmaq üçün, islah üçün. Gəlib ki, bu ayın fəzilətindən, bu ayın ortancı gecəsi Allah Taala bəndələrinə nəzər edər, baxar və hamını bağışlayar. Lakin istisna edər. Müşriki bağışlamaz onu və istisna edər kin sahibini, ədavət aparanı, küslü qalanı. Ona görə ən əzəmətli məqsəd bu ayda və o gündə şərik qoşmaqdan xilas olmaqdır. Eləcə də ədavətdən, kindən, küdurətdən təmizlənməkdir ki, o məğfirət hansı ki əhatə edir Allah Taala bəndələrini, ondan məhrum olmayasan. Və bu aya girəndə qəlbin təmiz girəsən. Qəlbin kindən, ədavətdən təmiz olsun. Və həmçinin bu ay, bu xeyirli ay, digər xeyirli bir aya hazırlıqdır. Ona görə bəzi sələflər deyərdi ki, Rəcəb əkin ayıdır. Şaban isə suvarma ayıdır. Ramazan isə biçin ayıdır. Ona görə kim suvarmada səhlənkarlıq edibsə, əkinini yığanda peşmançılıq görəcək. Kim Şabanda laqeyddirsə, səhlənkardırsa, Ramazanı zəif olacaq. Elə isə bu ayda ediləcək nə əməllər var? Nə müstəhəb əməl edə bilərsən ki, bu xeyirdən faydalanasan? Ən birinci, qəlbin salamatlığı. Hər şeydən əvvəl. Çünki Allah Taala necə bilirsiniz, bizim şəkillərimizə baxmır. Cismi gözəlliyimizə baxmır, lakin qəlblərimizə baxır. Və gəlib hədisdə ki, cəsəddə bir ət parçası var. Və o da qəlbdir, necə bilirsiniz? O salamat olsa, digər əzalar salamat olar. Ona baxılır. Ona görə qəlbinə nəzər et. Nəzarətdə saxla. Təmizlə kindən, həsəddən, riyadan, özünlə başqa insanlar arasında olanı islah et. Düşmənçiliyə son qoy. Kinə, ədavətə son qoy ki, o sənə mane olmasın. Fəziləti tam əldə etməyinə,
məhrum etməsin səni. Həmçinin çalış bu ayda orucları çox et. Ayşə radiyallahu anhə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm elə oruç tuturdu ki, deyirdi ki, orucunu açmayacaq, iftar eləməyəcək. Və elə iftar edirdi ki, yəni orucunu elə açırdı ki, deyirdi ki, bundan sonra heç oruç tutmayacaq. Və Peyğəmbər sallallahu aleyhi və səlləmi Ramazandan başqa hansısa ayı tam tutduğunu görməmişəm. Və Şaban kimi ən çox oruç tutduğu başqa bir ayı bilməmişəm, görməmişəm. Bu ayda Peyğəmbər sallallahu aleyhi və səlləm çox oruç tuturdu. Ona görə pay götür özünə bu aydan. Tut hər həftənin 1-ci, 4-cü günün orucunu. Tut hər ayın 3 günü, ağ günlərinin orucunu. Əgər qadirsənsə, gücün yetirsə və əgər qəzaların qalıbsa keçmiş Ramazandan, bu ay fürsətdir, tamamla. Deyir ki, Əbu Sələmə eşitdim ki, Ayşə radiyallahu anhə deyərdi ki, Ramazandan oruclarım qalırdı. Onların qəzasını ancaq Şabanda tutabilirdim. Və İbn Rəcəb rahiməhullah deyir ki, bu ayın orucunun fəziləti Ramazanın orucunun fəziləti ilə bağlıdır. Çünki bu ayın orucu ratibə sünnələr kimi necə fərzlərə nisbətdə fəziləti varsa, bu ayın orucunun da Ramazana nisbətdə elə fəziləti var. Necə ratibə sünnələr o fərz namazların naqisliyini tamamlayırsa, hansı ki qılınır namazdan qabaq, namazdan sonra, o fərzin naqisliyini tamamlayırsa, bu oruc da Ramazanda olan orucun naqisliyini tamamlayır. Ramazandan əvvəlki oruc, Ramazandan sonraki oruc, deyirlər ki, bəzi alimlər daha fəzilətlidir, nəinki Məhərrəm ayının orucu. Çünki yaxındır ona və yaxın olan daha fəzilətlidir, nəinki uzaq olan. Lakin yaddan çıxarma ki, Ramazana 1 və ya 2 gün qalmış oruç tutmaq bəyənilmir. Əbu Hurayra radiyallahu anh'ın hədisinə görə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, heç kim Ramazana 1 və ya 2 gün qalmış oruç tutmasın. Yalnız o kişi istisnadır ki, o davamiyyətli oruç tuturdu. Yəni adəti üzrə davamlı oruç tuturdursa, o orucunu tutsun. Ona görə şək gününün orucunu qadağan edib Peyğəmbər sallallahu aleyhi və səlləm tutmağı. Ammar radiyallahu anhu deyir ki, kim insanların şək etdiyi günü oruç tutarsa, Əbəl Qasimə, yəni Muhammədə asi olub. Və şək gününün orucu orucdur ki, insanlar şək edir ki, bugün Ramazan girib yoxsa yox. Və kim adət edibsə, davamiyyətli oruç tutursa, 1-ci, 4-cü günlər və ya ayın Şabanın əvvəlindən davamlı oruç tutubsa, ona axıracan oruç tutmağında, Ramazana yaxın oruç tutmağında bir qadağa yoxdur. Lakin kimə qadağadır? Kim şək gününün orucunu bilərəkdən və ya ehtiyat edir ki, Ramazan girər, tuta bilməz, ona qadağadır. Və həmçinin bu ayda fürsətdir, fərz namazlarını qoruyasan. Namazları əzəmətləşdirəsən, xüsusən də fəcr və işə namazı. Ne üçün məhz bu iki namaz? Çünki bu iki namaz münafiqlərə ağır gəlirdi. Riyakarlıq etməyə səbəb qalmırdı, qaranlıq idi deyə. Özlərini göstərə bilmirdilər insanlara. Ona görə istifadə et. Çalış 1-ci təkbirdən imamla bərabər qoşul. Nafilə namazları çox qıl. Ratibə sünnələri davam etdi et. Gecə namazı qıl, heç olmasa 2 rükət olsa belə. Çünki gecənin qaranlığında olan dəqiqələrin insanın qəlbinə qoyduğu iz, gündüzün saatlarının qoyduğu izdən daha əzəmətlidir. Və çalış bu ayda Quranı çox oxu. Özün üçün pay ayır, hissə ayır, sabit. Ama hər gün oxuduğun bir hissə olsun. Ramazan daxil olduğunda artıq hazır olasan. Asanlaşsın Quranı oxumaq sənin üçün. Eləcə də asanlaşsın gecə namazları.
asanlaşsın, düşünüb, dərk edib, ibrət almağın. Bəzi sələflər, necə ki İbn Rəcəb deyir, bu ayda öz nəfslərini hazırlayırdılar. Nəfslərini tərbiyə edirdilər ki, Ramazan itayətinə hazır olsunlar və bu ayı qarilərin ayı adlandırırdılar. Orucla yanaşı Quran da oxuyurdular. Sələmə İbn Kuheyl rahiməhullah deyir ki, deyirdilər ki, Şaban ayı qarilərin ayıdır. Və gəlib Əbi Səbit, Həbib İbn Əbi Səbitdən özü deyirdi ki, Şaban ayı qarilərin ayıdır. Yəni Quran oxuyanların ayıdır. Amr ibn Qeys Əl-Mulayi rahiməhullah elə ki, Şaban daxil olurdu, dükkanını bağlayırdı, Quran oxuyurdu ancaq. Və həmsinin bu ay fürsətdir qohumluq əlaqələri saxlamağa. Küsürlər barışmağı üçün fürsətdir. Ədavət aparanları islah etmək üçün fürsətdir. Bəs edir ki, qohumluq əlaqəsi saxlayanla Allah Taala da öz əlaqələrini möhkəmlədər. Və islah edən üçün bəs edir ki, islah səbəbdir bəlanın aradan qalxmasına, rəhmətin nazil olmasına və ən qorxulu bu ayda odur ki, insan qəlbindəki kini, küdürəti, ədavəti tərk eləməsin və özünü bu ayın bağışlamasından məhrum etsin, çox xeyirdən qalsın və həmsinin bu ay fürsətdir tövbəyə, səmimi tövbəyə. Ya eyyühəl-ləzīnə əmənu tubu ilallahi tövbətən nasuhə. Ey iman gətirənlər, Allah Taalaya səmimi tövbə edin. Və tubu ilallahi cəmiə əyyuhəl-mü'minun ləalləkum tuflihun. Ey iman edənlər, hamılıqla Allaha tövbə edin, bəlkə nicat tapasız. Ona görə Şaban ayını tövbə ilə qarşıla. Tövbə et naqisliklərindən, nöqsanlarından, tövbə et günahlarından, gizlində, aşkarda etdiyin xətalarından, tövbə et zülümdən, insanların haqqına girməkdən ki, Ramazana daxil olduğunda salamat qəlblə, təmiz səhifə ilə daxil olasan. Və Şaban elə belə ay deyil dediyimiz kimi. Şaban ayı körpüdür Ramazana. Əgər bu körpünü mükəmməl tikəcəksənsə, bina edəcəksənsə, çatacaqsan mənzilə. Yox, itirəcəksənsə, səhlənkarlıq edəcəksənsə, onda büdürəyəcəksən. Elə isə bu ayı itayətlə yaşadın. İtayətlə, orucla, namazla, Quranla abad edin və qorxun Allah Taaladan. Və bilin ki, əcəl sizin zənn etdiyinizdən də yaxındır. Əməl dəftərləri qaldırılacaq, sonuncu əməllər yazılacaq. Ömür bir andır sadəcə. Keçib gedən surətli günlərdir və hər keçdikcə səndən bir hissə gedir, ömründən bir parça itir və xoşbəxtdir ki, bu ayın fürsətini dəyərləndirir. Ağıl sahibi bu ayda Allah'ı zikr etməyi unutmaz, lakin qafil özünü bu aydan məhrum edər. Çünki bu ay bir tarladır, bir əkindir. Əgər xeyr əkəcəksənsə, xeyr səpəcəksənsə, xeyr də yığacaqsan. Əgər şər əkəcəksənsə, özünü danlamaqdan başqa bir şey əldə etməyəcəksən. Fürsətdən istifadə edin. Hələ gəlməyib, lakin gəlməkdədir. Nə qədər ki olacaq, islah edin qəlblərinizi. Allah Taala'ya ərz edilməmişdən əvvəl içərisində olduğunuz ədavəti, düşmənçiliyi tərk edin ki, Allahın geniş rəhmətindən payınız olsun. Allah Taala qəlblərimizi qəflətdən ayılsın. Qəlblərimizi ədavətdən, kindən, riyadan təmizləsin. Günahlarımızı bağışlasın. Aramızda olan düşmənçiliyi aradan qaldırsın. Bizi müvəffəq etsin orucuna, namazına, kitabını tilavət etməyə. Allah'ım bizi Ramazana çatdır. Şabanı bizim üçün xeyrin başlanğıcı et. Bizə səmimi, sadiq tövbə nəsib et. Qəbul edən əməllərə müvəffəq et. Allah'ım ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qoru. Əqulu mə təsmə'un və əstəğfirullah li və ləkum və lisəiril musliminə min kulli zəm fəstəğfiruhu innəhu huvəl ğafurur rəhim. Elhamdülillahi Rabbil ələmin
والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه وسلم تسليما كثيرا. عباد الله، إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون. وأقم الصلاة.